başlayır rəvayətim. Amma bu başqa mövzudur, mənim bildiyim budur. Azərbaycanımda, igidlər məkanımda, Laçın rayonumuzda var, tanınmışdır aşkar. O cənnət Qarabağda, Cəsurda var, Qoçarda. Qardaşımız Bəxtiyar, belə qazanıb etibar. Xalqına xidmət eləyib, hamı ona diqqət eləyib. Laçının Ərikli kəndi, həmişə qədir biləndi. Çox oğlan yetişdirib, torpaq üçün pay verib. O oğullardan biri çəkilməyibdir geri. Adı da Bəxtiyar idi, dağ kimi ucqar idi. Özü Laçın balasıydı, düşmənin bəlasıydı. Sadə mehriban idi, qəlbi saf oğlan idi. Azdı o cür oğullar, onun tutduğu yollar. Heyran eləyib hər kəsi, xoş idi hər kəlməsi. Söhbətin əsnasında, Qarabağ davasında durmayıbdı Bəxtiyar. Xalqa olub tərəfdar, göstərirdi köməyini, itirmərik əməyini. O Laçından gəlsə də, qalırdı Seydimlidə. Qorxusuz cəsur insan, öndə gedib durmadan. Olsa da 33 yaşı, bəlalar görüb başı. Var idi bir nivası, xalqa olub faydası. Elə həminki nivada, ömrü veribdir bada. Döyüşçü oğlanlara, can qoyan insanlara. Dayaq olubdu birbaşa, həkk olunub yaddaşa. Mahmud oğlu Bəxtiyar, belə qazanıb etibar. Atası da Məhmud kişi, mərd olubdu keçmişi. Elə kişinin evladı, gərək saxlasın adı. Yazmağında səbəb var, qardaşımız Bəxtiyar. Həkcə budur təsəlli, azad eləyib Qarabağı. Qaytarırıq torpağı, Bəxtiyarın qisməti. Belə yazılıbdır qəti, torpaq üçün dayaq olub, məharətli qoçaq olub. Təki Qarabağ var deyək, gəlin bir şuar deyək. Şəhidlər ölməz olsun, vətən bölünməz olsun. Unudulmaz Bəxtiyar, sönsə də laf ruzigar. Vətənə qarşı qeyrəti, dəyərli söz söhbəti. Millətə örnək oldu, vətən süngərək oldu. İgidi qəhrəmanları, xalq unutmasın barı. Şəhid qanları ilə, şirin canları ilə tarixə səs saldılar, sonda zəfər çaldılar. Yaşasın Azərbaycanım, bütövləşdi ünvanım. Şəhidlərimiz uzalsın, qazilər də sağalsın. Bağlı qapılar açılsın, əsirlər buraxılsın. Ramil yazıbdır bunu, budur söhbətin sonu. İlla uçaldı, ruhunu göylər aldı. Ey Azərbaycanlılar, belə yaşayıb Bəxtiyar. Gərək ürək böyük olsun, hamı mərdliyi duysun. Bəxtiyar təkigidlər, olmalıdır mötəbər. Torpağı məhbus oldu, təmiz qəlblərə doldu. Bizim üçün də əzizdir, adı ucadır, təmizdir. Ünvanı cənnətdədir, safdı şəhadətdədir. Şükür pərvərdigara,